Hansı fikir yanlışdır? Kəndimizin qışı soyuqdur cümləsində zərf işlənməyib, doğrudur. Dağıntılar altında axtarış aparır cümləsində isimlər adlıq aldadır. Dağıntılar burada yiyəlik aldadır, çünki dağıntıların altı. Ona görə də iki yanlışdır. Qorxaq sözünü sifət, əmr və arzu şəklində olan fe'l kimi düşünmək olar, doğrudur. Bir dəfə qorxaq sifət olur, aq leksik şəkilçi olur. Əmr şəklində olsa, qorxmaq üstə aq şəxs sonluğu olacaq. Arzu şəklində olduqda isə təhlili bu formada olacaq. Kaş biz qorxaq kimi, o zaman A ayrı, Q ayrı. İsmin təsirli halında olan söz şəxs olduğunu qəbul etmir. Doğru fikirdir, çünki təsirli hal heç vaxt cümlədə xəbər olmur və xəbərli şəkilçiləri ilə işlənə bilmir. Təsirli və yerli halda olan sözlər qoşmalarla işlənmir. Bu da doğru fikirdir. Cavabımız 2 olacaq.